Gecə Həzrət Əlinin evində qəm naləsi var. Bu evi qərq eləyən mələklərin kölgəsi var. Orada Zəhra xanımın göz yaşı var, novəsi var. O ki əxlaqın olur ta ki əzəldən təməli, gedişindən sonra bəs neyniyəcək məzlum Əli? O gecə yox Əlinin bir nəfəri tənha qalıb. Xanımın cisminin ətrafını o 4 qönçə alıb. Əli bükmüş dizini, rəngi də dərddən saralıb. Hanı ümmət, niyə tərk etdi nəbi ailəsini? Niyə tez unutdular bəs məvəddət ayəsini? O mübarək bədənə verdi qusul məzlum ağam. O göyərmiş bədəni gördü çaşıb qaldı imam. Mismarın batdığı yer aşkara çıxmışdı tamam. O sınan qavırğalar oldu mənim dərdi qəmim. Onu yazdığın zaman kəşki sınaydı qələmim. O cavan, vaxtsız ağarmışdı başı, göz yaşı var. O görür dərdə batan məzlum həyat yoldaşı var. Elə tənha qalıb o, nə atası, qardaşı var. O Quran Kövsəridir, heç bu qədər zülm olunar. Resulullah qızına, parəsinə kim toxunar? Verərək son nəfəsin, söylədi Mövlaya bəli. O vəsiyyət elədi, tək məni dəfn eylə Əli. Gəlməsin əhdi pozan qəbrimi də bilməməli. Gözünü yumdu bu dünyaya o dildarı Əli. Bu gecə qəbrə gedir, dəfn olunur yarı Əli. Tək qoyub Zeynəbi söylə gedirsən hara sən? Bu gedişlə Həsənin qəlbinə vurdun yara sən. Toxuyub Hüseyn üçün köynəyi verdin qara sən. Kim olar indi Əli haqqını aşkar eləyən? Kim olar vilayəti hər tərəfə car eləyən? Gələrək Mehdi ağam həqiqəti car eləyər. Qara köynəklilərə gizlini aşkar eləyər. Anamız Fatimənin qəbrinə zəvvar eləyər. Tez ola aşkar o yer, yoxdur daha taqətimiz. Gedərik olsa əgər müşkülümüz, hacətimiz. Mən kiməm vəsf eləyim aləmə Zəhra xanımı? Onun uğrunda fəda eyləyə Allah canımı. Edərək eşq-i şəhadət verə bilsəm qanımı. Buna layiq ola elvin də bu cür hacəti var. Kim özün etsə gəda bu qapıda izzəti var. Kim özün etsə gəda bu qapıda izzəti var.